mı kaldı? Sizi de kanınıza belanı. Onu öldürmek istedim. Kabul Kalkayana gelin. Farsda seçilmiş kaç kadın şartları 5 bin dolarlık alışlarına 2024-cü il martın 6-sına keçən gecə 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin ürəyindən və bədəninin digər nahiyələrindən aldığı bıçaq yaralarından ölməsi barədə 10-cu polis şöbəsindən Qaradağ rayon prokurorluğuna məlumat verilib. Araşdırma zamanı cinayətin Qobu Park 1 yaşayış kompleksinin heyətində baş verməsi məlum olub. Şübhəli şəxs qismində 2006-cı il təvəllüdlü Məzahir Bayramov saxlanılıb. 6 mart 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Lökvatan qəsəbəsi Qobu Park 1 yaşayış kompleksində baş verib. Baxışda iştirak edən Nihat Xudulu, Məzahir Bayramovun bıçaqla zərbələr vurduqdan sonra zərər çəkmişin yıxıldığı yeri göstərib. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə İlham Haqverdiyevin ölümünə ürəyin zədələnməsi ilə müşahidə olunan kəskin daxili qan itirməsi səbəb olub. İstintaqla müəyyən edilib ki, martın 6-sı gecə saat 1 radələrində Məzahir Bayramov yaşayış kompleksində yerləşən kafenin qarşısında İlham Haqverdiyevlə mübahisə edəndən sonra oradan uzaqlaşıb və 10-15 dəqiqədən sonra geri qayıdıb. Bir nömrəli binanın ikinci girişinin qarşısında İlham Haqverdiyevin yenidən onu təhqir etməsindən əsəbləşərək üzərindəki açılıb qatlanan bıçaqla tanışının sinəsinə və qarnına 4 dəfə zərbə vurub. Bu hərəkəti ilə Məzahir Bayramov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. Saxlanılan şəxsin əməlində Cinayət Məcəlləsinin 120.2.1-ci qrup halında qəsdən adam öldürmə maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin davam etdirilməsi rədd edilib. Elşən Bayramov və Cəsur Həsənov iş üzrə şahid kimi tanınıblar. İş üzrə dindirilmiş 2006-cı il təvəllüdlü Məzahir Bayramov bildirib ki, İlham Haqverdiyev qonşuluqda yaşayıb, ondan 10 yaş böyük olub. Hadisədən 4-5 ay əvvəl məhəllədə olanda İlham dostları ilə sərxoş vəziyyətdə gələrək ona çiyin atıb. Bu hərəkətinin səbəbini soruşduqda İlham cavab olaraq nə edirsə yaxşı etdiyini deyib. Qonşusu üzünə yumruq atıb. Buna baxmayaraq özünü təmkinlə aparıb. İlhama sabah söhbət etmələrini bildirsə də, sonuncu indi danışacaqlarını deyib. Onu özünə məxsus avtomobilə mindirərək maşını Qobu kənd istiqamətində sürüb. Avtomobildə mübahisə edib məhəlləyə qayıdıblar. Evdə ailə üzvlərinə hadisə barədə heç nə danışmayıb. Növbəti gün İlhamla görüşdükdə o ötən axşam içkili olduğundan düzgün hərəkət etmədiyini bildirərək ondan üzr istəyib. Bununla da söhbət qurtarıb. Bu hadisədən sonra dəfələrlə rastlaşıblar. Aralarında ədavət olmayıb. Martın 6-sında məhəllədə uşaqlarla tonqal qalıb, xeyli söhbət ediblər. Sonra marketdən özünə spirtli içki alıb və aşağı məhəlləyə doğru gedib. Nihatla İlham onu görüb, öz aralarında gülümsəyiblər. Kafeye daxil olublar. O da əlindəki içkini su sayğacının üzərinə qoyaraq həmin obyektə girib. İçkili halda olan İlham onun qulluğunda durmalı, söylədiyi hər şeyi etməli olduğunu bildirib. Sonra siqaretin tüstüsünü onun üzünə üfürüb. Onlarla bərabər kafedə adlarını xatırlamadığı 2 nəfər də olub. İlhamla Nihatın tanımadığı şəxslərin yanında onu sındırdıqları üçün ağlamağa başlayıb. Nihat tutub sinəsindən arxaya itələyərək onlara heç kimin söz deyə bilməyəcəyini bildirib. Oradan bir qədər uzaqlaşaraq atası Elşən Bayramova İlhamla Nihatın onu hədələməsi haqda mesaj yazıb. Atası və dayısı oğlu Cəsur Həsənov yanına gəliblər. Atasından telefonu alaraq Nihada zəng edib harda olduğunu soruşanda sonuncu ona sərt cavab verib. Bunu eşidən atası telefonu əlindən alaraq özü Nihadla danışmağa başlayıb. Telefonu Nihaddan alan İlham nalayiq ifadələr işlətdikdə o qaçaraq kafenin qarşısına gəlib. Ünvanına söyüş söyən İlhama bıçaqla zərbələr endirib.
icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Bayramov Məzahir Elşanoğlunun vermiş olduğu ifadəsinin yerində yoxlaması istintaq hərəkətinə başlayıraq. İstintaq zamanı siz şübhəli şəxs qismində ifadə vermişsiniz və sizə həmin vermiş olduğunuz ifadəni hadisə yerində video çəkiliş vasitəsilə göstərməniz təklif olunur. Bu arada nə deyə bilərsiniz? Bayramov Məzahir Elşanoğluna vermiş olduğu ifadəni əyani şəkildə göstərmə təklif olunur. Buyur ifadəsi. Arası buralarda olmuşam. Aha. Hardan gəlmişsiniz bura? Yuxarıdan, Həmin gün hardan olmuş? Hardan buraya gəlmişsiniz? Qonqaldan buraya. Yanınızda kimsə olmuşdu? Ondan sonra yaxınlaşdım yuxarı, mənə siqaret istədi. Mən iki də siqaret yedim. İki də Kim idi? Nihatdır, bir də İlham. İki də siqaret verdim. İki də siqaret verəndən sonra dedi bir dənəsin. Dedim iki dənəsini vermişəm. Biri də qoy mənə qalsın. Dedi yox versən, düşəm. Mən də siqaret verdim. Söhbət elə oldu. Sonra nə oldu? Soramdakı mənə başımdan itələdi. Kim? İlham. Aha. Başımdan itələdi, bir də siqaretini çəkdi. Ondan sonra da mən necə buradan çıxdım, heç nə eləmədən çıxdım. Getdim qoydu parka, valideynimi yığdım. Burada aranızda hər hansı mübahisənin vaxt baş verdi? Həmin vaxt aranızda mübahisə burada baş verdi. Xeyr, heç olmadı. Burada olan zaman İlhamla siz olmuşsunuz, yox yanınızda İlham da olur, həmin olur. İlham da oldu. İkiniz olmuşsunuz. Bəli. Sonra sən hara getdin? Sonra mən Qobirə getdim parka. Aha. Valideynimi yığdım ki, ya belə bir qadın. Valideyniniz konkret o kimi? Elşən, Bayramov Elşən. Atanız. Bəli. Aha. Bayramov Elşən yığdım, belə bir hadisə var. Dedi gözlə gəlir, nəsə atam gəldi, yığdı. Niyə belə haqq hesab eləmişsiniz? Kimdən soruşdu? Nihatdan. Aha. Nihat gəlmədilər. Mən bunların yerini bilirdim. Atam gələn qabaq qaçdım, gəldim bura. Mən Atangil, başqa kim var ya atanın yanında? dayım oğluydu, bir də atam. Adı nə dayın oğlunun? Cəsur. Aha. Cəsur. İkisi gəlmişdi, sənin zəngindən sonra sənin yanına. Bəli. Aha. Mən onların yerini bilirdim. Mən və onları gözləmədim. Qaça-qaça gəldim bura. Bura gəl. Aha, hara gəldin konkret? Qaça-qaça gəldim bura. Gəl. Həmin vaxt bura gələndə burada kim var ya? Burada Nihat var idi. Nihat var idi. Başqa? İkisi bir yerdəyik. Başqa adam yox idi ətrafda? Ondan sonra başqa adamlar var idi. Onları tanımıyordum. Saat neçə idi bura gələndə sən? Saat projəsində bir yazada qalardı. Aha. Bura gəldim. Bura gələndə mən İlhamdan soruşdum, İlham haqqında. İlham buradan söyüş işlədərək qaçış üstünə. Nə eləmişəm, yaxşı eləmişəm, söyüş işlə. Söyüş işlədəndə mən də vurdum. Nəylə vurdun? Sağ Sonra hardan eləmişdin? öz üstünə. Yəni hadisədən sonra götürmüşdün, yoxsa əvvəldən sən Əvvəldən sonra. hansı şəkildə? Aha, hansı əllə götürdün sağı? Sağ əllə götürdün, hansı formada zərb edin? İki dənə belə vurdum. Hansı layihəsində? Yox. İki dəfə vurdun. Aha, sonra nə oldu? Sonra qaçdı. Hansı tərəfə qaçdı? Burada maşın var idi, qaçdı bir də maşın. Maşının tərəfdə fırlandı. Sənin İlhamı vurmaqda məqsədin nə olmuşdu? Təhqir etdi. Həm də söyüş söymüşdü onun üçün. Birim vurandan sonra söyüşü böyük bir söyüş söydü. Mən ona görə dalvurdum, yoxsa heç vurmayam. Yəni, öldürmək məqsədin yanında vurmamışım. Məqsədin nə olub bə? Məqsədim yaralamaq olub da, yəni qorxusmaq olub. İki zərbə vurdun, sonra qaçdı. Bəli. Qaçanda sən özün dayan, səni kim saxlamışdı? Məni heç kim saxlamadı. Kimsə araladı sizin mübahisəni? Bəli, Nihat aradı. Nihat aradı. Bəli, bəli. O qaçandan sonra sizin iki zərbədən sonra İlham qaçdı. Təzədən yenidən onun arxasına getməkdə məqsədin olmuşdu. Və hansı səbəbə görə onun arxasına yenidən getdi? Söyüşə yox onun arxasında. Sizi davamlı söyməkdə davam edirdi. Bəli, bəli, qaça-qaça söyüş ifadə edirdi. Sonra ikinci dəfə arxasınca gedəndə harda hansı nahiyəsinə vurdunuz? Maşının arxasından fırlandı bu hissədə. Aha. Bu hissədə boşluqdan vurdu. Burada. Bu hissədə boşluqdan vurdum, sağdım. Neçə zərbə indirdin? Bir dənə. Aha. Vurdum, qaçan kimi də bir dənə də ayağımdan vurdum. Konkret olaraq aşağı sonuncu zərbənin hardan dəydiyini xatırlayırsınız? Bəli. Hansı nahiyədən? Evet. Ayaq nahiyəsindən dəydin. Sonra nə oldu bəs? Heç nə, sonra götürdülər bunu, getdilər. Kim götürdü? Nihat. Aha. Qaçdı belə. Mən də getdim.
qaçıram evə də, evə sanıram. Sonradan mən evə qalxdım, sonradan xəbər bildim ki, Siz buradan gedən vaxtda İlham hansı vəziyyətdə idi? Uzanıqlı vəziyyətdə idi? xeyr, uzanmış, qaçırdı. Qaçırdı. Bu istiqamətdə belə qaçırdı. Siz hansı istiqamətə qaçdınız? Hara götürüb qaçır? Evə. Siz ümumiyyətlə əvvəllər onunla sizin aranızda başqa hər hansı bir münasibət, mübahisəli məsələlər var idi? Bəli, var idi. Nə etdiniz? Evet, aramız elə dəymişdi də əvvəldən, yəni belə bir şey istəyirdik, yəni sözümüz fərq gəlmişdi. Ona görə. Sizin İlhamla xəsarət yetirmə niyyətiniz, yəni istəyiniz nə vaxt yarandı? Söyüşdən sonra. Söyüşdən sonra ona zərbə olunan bir qərarına gəldiniz. Şahid Günay Xanışova ifadəsində göstərib ki, saat 22:17-də İlham zəng edib aralarındakı şəxsi problemləri həll etmək istədiyini deyib. O artıq gec olduğunu və evdən çıxa bilməyəcəyini söyləyib. Hadisə bundan bir neçə saat sonra baş verib. Heyətdən səs-küy eşidib. Nə baş verdiyinə baxmaq üçün dərhal pəncərəyə tərəf gedib. 5-ci binadan bir qadın polis çağırdığını deyərək qışqırıb. Hadisəni telefonu ilə çəkib. Qaranlıq olduğundan videoda demək olar ki, çox şey görünməyib. Dalaşanların kim olduğunu görmək mümkün olmayıb. Dəfələrlə kiminsə İlham deyə qışqırdığını eşidib. Narahat olduğundan İlhama zəng edib, amma o cavab verməyib. Növbəti dəfə zəng edəndə tanımadığı şəxs İlhamın yaralandığını və xəstəxanaya aparıldığını bildirib. Sonra məhəlləyə düşüb. Hadisənin necə baş verdiyini soruşan polislərə dava zamanı Məzahirin adını eşitdiyini deyib. Şahid Elşən Bayramov bildirib ki, işdən yorğun gəldiyindən evdə çarpayıda uzanıb. Bu zaman oğlu Nihal'la İlhamın yenə onu hədələyib sıxışdırdığına dair mesaj yazıb. Buna görə evdən çıxıb Məzahirin yanına gedib. Birinci binanın altında yerləşən kafedən 4 nəfər çıxıb. Onlardan biri Nihal, digəri isə İlham olub. 2 nəfəri tanımayıb. Oğlunun yanına getməkdə məqsədi onu həmin şəxslərlə barışdırmaq, mübahisənin qarşısını almaq olub. Nihada Məzahirin onlardan balaca olduğunu söyləyərək onunla işləri olmamasını xahiş edib. İlham sərxoş halda olub, özünü idarə edə bilməyib. Hadisə anında Məzahir İlhamla, o isə Nihal'la üzbəüz dayanıb. Aralarında 15 metr məsafə olub. Məzahir İlhamı bıçaqla vuran kimi həmin istiqamətdə qaçıb. Gödəkçəsindən yapışıb, oğlunu özünə tərəf çəkib və üstünə qışqırıb. Qaynının oğlu Cəsur Həsənov hadisə yerindən uzaqlaşdırmaqdan ötürü Məzahiri qolundan tutub saxlayıb. Bu zaman oğlu gödəkçəni çıxarıb, yenidən İlhamın üzərinə gedib. 102 xidmətinə zəng edib özü hadisə barədə məlumat verib. Nə onu, nə də oğlunu planlı şəkildə İlhamı öldürmək məqsədləri olmayıb. Narkotik vasitələrdən istifadə edən Cəsur Həsənov hadisədən 4 ay sonra tutulub. Hazırda 14 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Şahid Nihat Xudulu ifadəsində göstərib ki, Elşən Bayramov ona zəng edib sərt şəkildə İlhamla birlikdə yanına gəlməli olduğunu bildirib. Onlar kafedən çıxan kimi Məzahir, atası Elşən, qohumları Cəsur və Cəsarət onların üstünə gəlib. Məzahirin cibindən bıçaq çıxarmasını atası da görüb. Qarşısından çəkilməyəcəyi halda onu vuracağını deyib. Sonra bıçağı ona tərəf atıb. Lakin o cəld tərpəndiyindən alət gödəkçəsinin qoltuqaltı hissəsinə girib. O arxaya addımlar atıb maşına çırpılıb. Məzahiri saxlamaq istəyərkən atası əli ilə onun boğazından tutub. Məzahir İlhamın arxasınca qaçaraq ona çatıb və zərbə vurub. Dəqiq neçə zərbə vurduğunu görməyib. İlhamı qucaqlayıb birlikdə 10-15 metr getdikdən sonra dostu yerə yıxılıb. Sakinləri köməyə çağırıb. Vüsal adlı şəxsə məxsus avtomobilə mindirib İlhamı Respublika Klinik Xəstəxanasına çatdırıblar. Amma həkimlər müayinə edib artıq onun öldüyünü deyiblər. Elşən Bayramov zəng edib İlhamı soruşduqda ona xəstəxanaya gəlmələrini və gizlənməmələrini bildirib.
Nihat Xudulu əlavə edib ki, İlhamla Məzahirın arasında mübahisə olmayıb. Dostu onun üzünə siqaretin tüstüsünü üfürməyib. Məzahirə daim onların qulluğunda durmalı olduğuna dair ifadə işlətməyib. 2023-cü ildə Məzahirlə bir dəfə mübahisələri olub. Həbsdən yeni çıxmış bibisi oğlu Cəhsur Həsənov kafedə onlara tərəf çevrilərək niyə baxdıqlarını soruşub və bu səbəbdən aralarında dava düşüb. Məhkəmə iclasında hər iki tərəfin aqressiv nümayəndələri çəkiliş aparılmasına imkan verməyiblər. Məzahir Bayramov ittiham üzrə özünü təqsirli bilib. Zərər çəkmiş şəxsin hüquqi varisi Sabir Haqverdiyev ifadəsində göstərib ki, qarşı tərəflə aralarında barışıq əldə olunmayıb. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib. Məhkəmə hesab edib ki, Məzahir Bayramovun əməli İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif olunub. Ona həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 2025-ci il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Bayramov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il noyabrın 9-da Baş Prokurorluq Suraxanı rayonunda törədilmiş ağır cinayət barədə məlumat yayıb. Belə ki, ayın 8-i saat 23 radələrində Zığbağları massivində yerləşən yardımçı tikilidə 1988-ci il təvəllüdlü Hikmət Əkbərov çoxsaylı bıçaq zərbələri ilə qaynatası İlqar Bədəlovu və arvadı Bənövşə Əkbərovanı qətlə yetirib. Cinayəti törədən Əkbərov 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 2024-cü il noyabrın 8-i saat 23:45-də vətəndaş Rəqibə Əkbərova Daxili İşlər Nazirliyinin 102 xidmətindən zəng edərək oğlu Hikmətin bir nəfəri öldürməsi haqqında məlumat verib. Baxış keçirməsi protokolundan görünüb ki, Zığbağları sahəsində yardımçı tikilidə döşəmədə uzanıqlı vəziyyətdə 1997-ci il təvəllüdlü Bənövşə Əkbərovanı mətbəxdə divanın üzərində üzü üstə uzanıqlı halda 1972-ci il təvəllüdlü İlqar Bədəlovun meylləri aşkar edilib. Cinayəti törədən Abşeron rayon sakini 1988-ci il təvəllüdlü Hikmət Əkbərov saxlanılıb. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci 2 və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizaların reylərinə görə Bənövşə Əkbərovanın döş qəfəsində və qarın nahiyəsində ümumilikdə 10 ədəd bıçaq yarası aşkar edilib. Ölümünə aldığı xəsarətlərlə əlaqədar inkişaf etmiş kəskin qan itirmə şoku səbəb olub. İlqar Bədəlovun üzündə, boynunda, döş qəfəsində və qarın nahiyəsində 18 ədəd bıçaq yarası aşkar edilib. Ölümünə yuxu arteriyasının və ağciyərlərin zədələnməsi fonunda baş vermiş kəskin daxili və xarici qan itirmə səbəb olub. Öldürülən şəxslər növbəti gün Siyəzən rayonunda dəfn olunublar. İstintaqla müəyyən edilib ki, noyabrın 8-i saat 23 radələrində Hikmət Əkbərov müvəqqəti yaşadığı yardımçı tikilidə arvadı Bənövşə Əkbərovanın son vaxtlar ona qarşı soyuq və laqeyd davranması, habelə qaynatası İlqar Bədəlovun onun ailə işlərinə müdaxilə etməsini bəhanə edib, əsaslı səbəb olmadan hər ikisini öldürmək qərarına gəlib. Onların yatmasını gözləyib. Mətbəx otağında divanda yatmış və müqavimət göstərmək imkanında olmayan İlqar Bədəlova yaxınlaşıb, başına, boynuna və bədənin digər nahiyələrinə bıçaqla çoxsaylı zərbələr endirib. Yataq otağına keçərək yatmış vəziyyətdə olan arvadına xəsarətlər yetirməyə başlayıb. Yuxudan oyanan Bənövşə Əkbərova ona müqavimət göstərib. Azyaşlı uşaqlarına əzab verdiyini dərk edərək onların gözləri qarşısında həmçinin yoldaşını öldürməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə rəhimsizliklə bıçaqla zərbələr vurmaqda davam edib. Bıçaq əlindən yerə düşdükdən sonra qonaq otağında arvadının başına stulla ardıcıl zərbələr endirib. Yerdə taqətsiz halda uzanmış Bənövşə Əkbərovanın ölümünü tezləşdirməkdən ötürü qayçı ilə qarın nahiyəsinə xəsarətlər yetirib. Bu hərəkəti ilə İlham Əkbərov 2 nəfəri qəsdən həyatdan məhrum edib.
mobil telefona baxış keçirilərkən hadisədən sonra Hikmət Əkbərovun qardaşı Firdovsi Əkbərova zəng edib 36 saniyə danışması məlum olub. Nasıl? Alo. Ha. Ayıp mı? Sen satmayayım mı? Bir bana bekle. Ha yok döndürmüşüm var. Acı işte ha. Kulağına be. Kaçtı kanka. Hadi dem de sen kurban olmuyor. Zengilenmedi ayaktı. Ama hazır ola. Hı? Yine öldürmüş. Sen çık çağırsa. Ayaktı da telefonu ses yazarım ha. Bu çişli derim ya. İş üzrə dindirilmiş Hikmət Əkbərov bildirib ki, 14 il əvvəl ailə həyatı qurub, nigahdan 4 övladları dünyaya gəlib. Son vaxtlar eşidib ki, qaynatası onun arvadının hicablı olmasını istəmir. Noyabrın 8-də İlqar Bədəlovdan bunun səbəbini soruşub. Qaynatasına Bənövşənin hicabda olduğunu, namaz qıldığını desə də, İlqar qızının açıq-saçıq geyinəcəyini bildirib. Qaynanası və qaynatası onu yoldaşından uzaqlaşdırmağa çalışıblar. Ailə işlərinə müdaxilə ediblər. Gələcəkdə uşaqlarını heç kimin yanında başı aşağı olmamasından ötürü bu cinayət əməlini törədib. Arvadını öldürən zaman oğlu Yusuf yuxudan oyanıb ona yalvarmayıb. Həmçinin digər övladları da hadisə vaxtı yatıb. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova ifadəsində göstərib ki, 2010-cu ildə Hikmət Əkbərovun valideynləri evlərinə gələrək qızı Bənövşəni istədiklərini söyləyiblər. O da cavab olaraq, qızımın oyuncaqlarla oynayan vaxtıdır, 13 yaşı var, evlənmək vaxtı deyil bildirib. Əri İlqarla Hikmətin dayısı dost olduğuna görə 3-4 aydan sonra onların vasitəsilə yoldaşından qızının hərisini alıblar. Amma o buna etiraz edib və övladının nişanını qaytarıb. Hikmət də acıq edərək Bənövşəni qaçırıb. Yoldaşı ilə birlikdə Hökməli qəsəbəsində yaşayan Əkbərovların qapısına gedərək qızını tələb edib. Amma qarşı tərəf bildirib ki, adətlərinə əsasən qız qapıdan geri çıxa bilməz. Əks halda onun atası və qardaşı ölməlidir. Bununla da onun gözünü qorxutublar. Bir gün nəvəsi Yusuf gizlindən zəng edib, gəlib onları aparmasını, atasını, anasını döydüyünü deyib. Bununla əlaqədar o Qobu polis şöbəsinə şikayət edib. Şöbədə Hikmət səhv etdiyini bildirərək Bənövşədən üzr istəyib. Bundan sonra o qızını və nəvələrini götürüb öz evinə aparıb. Bir neçə gündən sonra onlara gələn Hikmətin böyük qardaşı Bənövşəyə cavabdeh olduğunu söz verib və aldadaraq qızını özü ilə aparıb. Noyabrın 8-də Hikmət Əkbərovun hansı şəraitdə bu amansız cinayəti törətdiyini bilmir. 14 il bundan qabaq. Dedilər ki, kəndin kəsəgini cəmaatidir, hökməli cəmaat, qobu cəmaat ki, yaxşı adam deyirlər. Biz də bala qaynımın sözündən ayrıldıq. Bunlar da bunu qaytardığımıza görə oğlum gəldilər uşağımı götürüb qaçırtdılar. Getdim bunların qapısına. Mənə dedilər ki, sən gəlib mənim oğlumu tuttursun. Nəsə bir hadisə eləyəcəm, sənin ərvi tutturacam. 2010-cu ildə, aprelin 22-si öz maşınları minib qapıma gəldilər ki, barışsınlar. Gəldilər yoldaşımı götürdülər, apardılar oğlu. Getdilər yolda avariya düşdülər, qaynatası öldü. O atanın ölümündən bizi sorumlu tutdular. 14 il mənim uşağıma işgəncə elədi. Oturmuşdum evdə, nəvəm zəng elədi. Açdım, gördüm ki, uşaq girib hamam otağına. Əlində də telefon. Ay nənə, tez sənə bir şey deyirəm, tez yazın, pozuram. Uşaq Yusif, nəvəm, böyük nəvəm, 12 yaşında. Dedim, bala, nə olub? Dedi, ay nənə, tez gəl də, bu gecə atam, anamı lüstürdən asmışdı. Oğul, biz də durdum, yoldaşım, oğlum, mən minim maşınlar getdik hökməli polisinə. Bilməm, qobu polisidir, hökməli polisidir. Evinə də qorxudan getmədim ki, orada bir bacısı var, onun şər xatadır. Sağ olsun, oranı da polis işçilər aldılar, verdilər uşağımı. Bu əgər qisas alırdınsa, gələydin bir nəfərdən alaydın qisası. Niyə mənim uşağımdan alırdın qisas? Şahid qismində dindirilmiş Yusuf Əkbərov bildirib ki, dayısı atası ilə anasını özünün işlədiyi fermada işə düzəltib. Noyabrın 8-də babası və bacı qardaşları ilə valideynlərinin Zığ bağlarında qaldıqları evə gediblər.
Babası mətbəxdə olan divanda uzanaraq televizora baxıb. O qonaq, ata, anası, bacı və qardaşları yataq otağında yatıblar. Saat 23 radələrində anasının qışqırıq səsinə oyanıb. Atasını, anasını stulla vurduğunu, anasının əlləri ilə özünü qorumağa çalışdığını görüb. Digər uşaqlar da artıq oyanaraq ağlamağa başlayıblar. Anası yalvararaq atasından vurmamağını xahiş edib. Babası İlqarı köməyə çağırıb. O atasına mane olmaq istəsə də bunu bacarmayıb. Mətbəxə qaçıb babasını oyatmaq istəyib. Amma onu divanda qana bulaşmış halda uzandığını görüb. Atası qayçı ilə anasının qarnına zərbələr vurub. Anası döşəmədə hərəkətsiz vəziyyətdə qalıb. Atası onları götürüb evdən çıxıb. Yoldan keçən avtomobilə mindirib Hökməli qəsəbəsinə əmisi Firdosinin evinə aparıb. Daha sonra özü çıxıb harasa gedib. Yusuf Əkbərov əlavə edib ki, anasının dayısı Fəryadın yanında evdə başı açıq gəzməsi atasının xoşuna gəlməyib. Anası ilə dayısının arasında hər hansı münasibət olmayıb. Sadəcə atası boş yerə onu qısqanıb. Şahid Xəyalə Əkbərova ifadəsində göstərib ki, noyabrın 9-na keçən gecə anası Rəqibə onu çağıraraq Hikmətin arvadını və qaynatasını öldürdüyünü bildirib. Anası hadisə barədə polisə məlumat verib. Növbəti gün qardaşı onların evinə gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. O özü polislərə Hikmətin yerini deyib. Məhkəmə iclasında Hikmət Əkbərov iddiam üzrə özünü təqsirli bilib, ətraflı ifadə vermək istəmədiyini bildirib. Zərərçəkmiş şəxslərin hüquqi varisləri Gülbəniz Bədalova və Anar Bədalov təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş ediblər. Məhkəmə qənaətə gəlib ki, Hikmət Əkbərovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci, 2.4-cü, 2.7-ci və 2.9-cu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan 2 və ya daha çox şəxsi qəsdən öldürmə maddələri ilə düzgün tövsif edilib. O həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il mayın 16-sında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Əkbərov ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmü qanun